Təhlükəsizlik Konfransının 62-ci iclası açılır. Konfransda dünyanın təxminən 50 dövlət və hökumət başçısı, həmçinin 120 ölkənin xarici işlər və müdafiə nazirləri iştirak edir. Münhendə Gürcüstanın xarici işlər naziri Maqab Boğaraşvili də səfərdədir. Konfrans çərçivəsində Maqab Boğaraşvili həmkar nazirlərlə, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşəcək və panel müzakirəsində iştirak edəcək. Tədbirdə Marco Rubio, Keir Starmer, Emmanuel Macron, Wang Yi və Vladimir Zelenski də iştirak edirlər. Konfransı Almaniyanın kansler Friedrich Merz açacaq. Onun çıxışında transatlantik əlaqələrin möhkəmləndirilməsi və Avropa İttifaqının gücləndirilməsinin zəruriliyinə toxunacağı gözlənilir. Təhlükəsizliyin təmin olunması üçün təxminən 5000 polis əməkdaşı, o cümlədən qonşu ölkələrdən cəlb olunmuş qüvvələr səfərbər edilib. Bir neçə etiraz aksiyası və toplaşma planlaşdırılır. Konfransa yola düşməzdən əvvəl ABŞ-ın dövlət katibi Marco Rubio bildirib ki, Avropalı müttəfiqlərlə müzakirələrdə səmimiyyət gözləyir və ehtimal ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək. Gürcüstanın baş naziri İraqli Qobaxidze video müraciət yayımlayaraq bildirib ki, miqrasiya məsələsi Gürcüstan cəmiyyətini xüsusilə narahat edir. Onun sözlərinə görə Avropada gedən proseslər fonunda cəmiyyətin narahatlığı və bu məsələyə marağı əsassız deyil. Əksinə, təqdirə layiqdir. Hər bir vətənpərvər Gürcünün arzusu odur ki, Gürcüstan öz milli və dini kimliyini möhkəm qorusun və saxlasın deyə baş nazir vurğulayıb. İraqli Qobaxidze əlavə edib ki, hökumət Daxili İşlər Nazirliyinin miqrasiya departamentini gücləndirir. Həmçinin 1 mart tarixindən etibarən Gürcüstanda xarici vətəndaşların əmək fəaliyyəti əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq. Böyük Britaniya hökumətinin xarici aktyorların seçkilərə müdaxilə məqsədi ilə maliyyə vəsaitlərindən istifadə edə bilməyəcəyi barədə bəyanatı Tbilisidə müzakirə mövzusudur. Böyük Britaniya hökumətinin rəsmi internet səhifəsində dərc olunmuş açıqlamada bildirilir ki, xalqın nümayəndəliyi haqqında qanun layihəsi siyasi ianələr əsasında daha çox şəffaflıq və təhlükəsizlik təmin edəcək. Eyni zamanda sənəd bütün seçkilərdə 16-17 yaşlı yeniyetmələrin səs vermə hüququnun genişləndirilməsini nəzərdə tutur. Açıqlamada qeyd olunur ki, geniş miqyaslı tədbirlər daha ədalətli, təhlükəsiz və inklusiv demokratiyanın formalaşdırılmasına xidmət edəcək. Böyük Britaniya hökuməti vurğulayır ki, bu addımlar ölkənin demokratiyasına xarici müdaxilə ilə bağlı sıfır tolerantlıq yanaşmasını möhkəmləndirəcək. Çünki artan beynəlxalq təhdidlər qəti tədbirlərin görülməsini zəruri edir. Gürcüstanın Xarici İşlər Nazirliyi Avropa İttifaqı nümayəndəliyinə Rusiyaya qarşı tətbiq edilmiş məhdudlaşdırıcı tədbirlərin icrası və sanksiyalardan yayınma hallarının qarşısının alınması istiqamətində görülən işlər barədə məlumat təqdim edib. Görüş Pavel Herchinski və Xarici İşlər Nazirinin muavini Georgi Zurabaşvili arasında keçirilib. Georgi Zurabaşvili Avropa İttifaqı tərəfinə Gürcüstan ərazisində yüklərin və gəmilərin hərəkətinin monitoringi, sanksiyasiyası, məruz qalmış obyektlərin aşkar edilməsi, eləcə də kölgə donanması ilə bağlı beynəlxalq fəaliyyətlərin ifşa olunması istiqamətində dövlət qurumlarının gördüyü tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, bütün məlumatlar hesabat formasında mütəmadi olaraq beynəlxalq tərəfdaşlara, ilk növbədə isə Avropa İttifaqının müvafiq institutlarına təqdim olunur. Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyi Pavel Herchinski ilə Xarici İşlər Nazirinin muavini arasında keçirilmiş görüş barədə məlumat yayıb. Məlumatda bildirilir ki, müzakirənin məqsədi qrantlar haqqında qanun və onunla əlaqəli qanunvericilik aktlarına bu yaxınlarda təqdim edilmiş dəyişikliklər paketi ilə bağlı Avropa İttifaqının ciddi narahatlığını ifadə etmək olub. Səfirin sözlərinə görə dəyişikliklər təsdiqlənəcəyi təqdirdə Gürcüstanda fəaliyyət göstərən diplomatik missiyaların işinə birbaşa və mənfi təsir göstərə bilər. Ki bu da diplomatik münasibətlər haqqında Viyana Konvensiyasının müdayə və prinsiplərinə ziddir. Gürcüstan tərəfi eyni zamanda Avropa İttifaqının sanksiyaları məsələsini də gündəmə gətirib. Səfirin məlumatına görə Rusiyaya qarşı Avropa Komissiyası tərəfindən 6 fevral tarixində təklif olunmuş 20-ci sanksiyalar paketi hazırda Avropa İttifaqına üzv dövlətlər tərəfindən müzakirə olunur. Tərəflər hadisələrin inkişafı ilə bağlı təmasların davam etdirilməsi barədə razılığa gəliblər deyə Avropa İttifaqının nümayəndəliyinin yaydığı məlumatda bildirilir.
Artıq ikinci gündür ki, Helsinki Komissiyasının iclası və komissiya üzvlərinin bəyanatları siyasi qiymətləndirmə mövzusudur. Parlamentin sədri Şalva Papaşvilinin sözlərinə görə, bu ölkənin daxili işlərinə müdaxilə cəhdinin açıq etirafı olub. Onun iddiasına əsasən, Lara Toronton birbaşa şəkildə Gürcüstana vəsaitlərin gətirilməsi üçün qeyri-qanuni qara sxemləri mövcudluğundan danışıb. Xatırladaq ki, Lara Toronton bildirib ki, xarici agentlər haqqında qanun bir çox media təşkilatları üçün maliyyə əldə etməyə çətinləşdirilib. Onun sözlərinə görə donorlar qapalı cəmiyyətlərdə fəaliyyət göstərən təşkilatlara maliyyə dəstəyi çatdırılmaq üçün yaradıcı yollar tapıblar və Gürcüstanda vətəndaş cəmiyyətinin və müstəqil medianın dəstəklənməsi üçün imkanlar mövcuddur. Lara Toronton əlavə edib ki, Gürcüstan hökumətinə göstərilən dəstəyin dayandırılmasını, əvəzində isə Gürcü vətəndaş cəmiyyətinə dəstəyin artırılmasını arzulayır. İstehlak qiymətlərinin tənzimlənməsi məsələsi üzrə parlamentdə iş davam edir. Bugün saat 14:00-a növbəti görüş təyin olub. Qanunverici orqanda meyvə, tərəvəz, şirə və cem istehsalı ilə məşğul olan yerli şirkətlərin nümayəndələri gözlənilir. Müzakirələr bazarın strukturu, qiymət formalaşması zənciri və sektorun əhəmiyyəti prosesləri ətrafında aparılacaq. Komissiya parlamentdə ötən həftə yaradılıb. Həmçinin qiymətlərlə bağlı beynəlxalq şirkətin dəvət olunması təşəbbüsü də irəli sürülür. Hazırda araşdırmalar yalnız ərzaq məhsulları və ilkin tələbat mallarının qiymətləndirilməsinin öyrənilməsini əhatə edir. Dövlət universitetlərində tələbə kvotalarının təsdiqlənməsi barədə qərar universitetlərdə tənqidi reaksiyalarla qarşılanıb. Qiymətləndirmələrə görə təhsil islahatı və onun çərçivəsində qəbul edilmiş qərarlar ölkədə təhsilin keyfiyyəti ilə bağlı problemləri daha da dərinləşdirə bilər. Bununla əlaqədar əlavə bir açıqlama da verilib. Elan olunmuş dəyişikliklərlə bağlı Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası başlayıb. Aksiyada İlya Dövlət Universitetinin bir qrup tələbəsi və vətəndaşlar, fəalları iştirak edir. Toplaşanlar bir sıra təhsil proqramlarının ləğvi və tələbə qəbulu kvotaları ilə bağlı qərara etiraz edirlər. Xüsusilə qeyd olunur ki, İlya Dövlət Universitetində qəbul yalnız pedaqogika proqramları və müəyyən ixtisaslar üzrə elan ediləcək. İlya Dövlət Universitetinin tələbə hərəkatı bəyan edib ki, Gürcü arzusunun qərarı anti-millidir. Tələbələr etirazlarının davam etdirəcəyini açıqlayıblar. Aksiya dünən də keçirilib. Hökumətin tələbə qəbulu kvotalarını təsdiqləməsi akademik şura nümayəndələri tərəfindən də qeyri-legitim kimi qiymətləndirilib. Onlar bildiriblər ki, ali təhsil müəssisəsinin həm hüquqi müsavidə, həm də etiraz yolu ilə müdafiə edəcəklər. Aksiya yürüyüşlə davam edib və Rustaveli prospekti üzərində keçərək parlament binası qarşısında başa çatıb. Gürcüstan-Çin banklararası istiqrazlar bazarına çıxışı əldə edib. Məlumatı Gürcüstan Milli Bankı yayıb. Bildirilib ki, bunun nəticəsində Gürcüstan Milli Bankı Çin banklararası istiqrazlar bazarında əməliyyat aparmaq imkanı olan mərkəzi bankların məhdud siyahısına qoşulub. Cari ilin fevral ayında Gürcüstan Milli Bankı üçün həm Çin Xalq Bankasında, həm də Çinin qiymətli kağızlar bazarının depozitar infrastrukturunda hesabları açılıb. Ukrayna tərəfi Rusiya nümayəndə heyəti ilə yeni görüş keçirməyə hazırdır. Lakin Moskvadan hələ cavab yoxdur. Bunu Vladimir Zelenski bildirib. Zelenski qeyd edib ki, Ukraynanın danışıqlar qrupu Amerika tərəfi ilə daim əlaqə saxlayır. Bundan əvvəl o bildirib ki, ABŞ ilə danışıqların növbəti raundu 17 və ya 18 fevral tarixində keçiriləcək. Melania Trump 3-cü dəfə Ukraynalı və Rusiyalı uşaqların ailələrinə qaytarılmasına dəstək verib. Bu barədə Ağ Evin yaydığı bəyanatda bildirilib. Rusiya və Ukraynanın bu münaqişə şəraitində məcburi köçkün vəziyyətinə düşmüş uşaqların geri qaytarılması üçün göstərdikləri səyləri yüksək qiymətləndirirəm. Bütün tərəflər əməkdaşlıq etsə də və əlaqələrimiz sıx olaraq davam etsə də, Rusiya və Ukraynanı səylərin daha da gücləndirməyə çağırıram ki, bütün uşaqların ailələrinə təhlükəsiz şəkildə qayıdışı təmin olunsun deyə Melania Trump bildirib. Ağ Evin məlumatına görə ABŞ-ın birinci xanımı və onun nümayəndəsi hər iki ölkə ilə müzakirələri davam etdirirlər.
Donald Trump hesab edir ki, İran yaxşı razılaşmağa məcbur qala bilər. Bunu Benjamin Netanyahu Trumpla görüşündən sonra bəyan edib. Netanyahu'nun sözlərinə görə Donald Trump'a razılaşmağa skeptik yanaşdığını bildirib. Lakin vurğulayıb ki, istənilən razılaşma İranın nüvə proqramının dayandırılmasına və onun ballistik raket imkanlarının məhdudlaşdırılmasına əhatə etməlidir. Xatırladaq ki, dünən Ağ Evdə ABŞ prezidentinin və İsrailin baş nazirinin görüşü keçirilib. Müzakirələr təxminən 3 saat davam edib. Danışıqlardan sonra Donald Trump Netanyahu'nun çox yaxşı görüş keçirdiyini, lakin konkret razılaşmanın əldə olunmadığını bildirib. Məhkumların peşə hazırlığı və yenidən hazırlanması mərkəzi 5 illik fəaliyyətinin nəticələrini yekunlaşdırıb. Tədbirdə resosialisasiya və reabilitasiya prosesinin təşviqinə xüsusi diqqət yetirilib. Mərkəzin əməkdaşlarına təşəkkürnamələr təqdim olunub. Qeyd olunub ki, mərkəzin əsas funksiyası məhkumların peşə hazırlığı və yenidən hazırlanmasına dəstək göstərmək, onlar üçün peşə kursları və məşğulluq proqramları təklif etmək və həyata keçirməkdən ibarətdir. Gürcüstanın sabiq müdafiə naziri Guanşer Burculadzenin məhkəmə prosesi hazırda davam edir. İclasda ittiham tərəfinin sübutları araşdırılır. Prokurorluq işi üzrə 9 şahidin dindirilməsini planlaşdırır. Şahidlər arasında ekspertlər, eləcə də müdafiə nazirinin əməkdaşları var. Bugünkü proses ittiham tərəfinin vəsaitlərinin müzakirəsi ilə başlayıb. Prokurorluq sübut qismində məhkəmənin müvafiq qərarı və müraciəti əsasında İspaniya Krallığının Guanşer Burculadzenin həyatı yoldaşı Nino Mixeidzenin adına İspaniyada qeydiyyatdan keçmiş daşınmaz əmlaka həbs qoyulması ilə bağlı sənədlərin iş materiallarına əlavə edilməsini tələb edir. Həmin sənədlər sübut kimi işə əlavə olunub. Sabiq müdafiə naziri və vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılması ittihamı ilə üzləşir. Vladimir Gudaşvili və Georgi Xayndrava xüsusilə külli miqdarda vəsaitin mənimsənilməsində Vasil Mixeidze ilə mənimsəməyə yardım göstərməkdə təqsirləndirilir. Xüsusilə külli miqdarda narkotik vəsaitlərin qanunsuz əldə edilməsi, saxlanılması və realizəsinə yardım ittihamı ilə Rusiyanın 2 və Gürcüstanın 1 vətəndaşı Batumidə saxlanılıb. Təqsirləndirilən şəxslərin yaşayış evlərində aparılan axtarış zamanı alfa PVP və qurudulmuş marixuana maddi sübut kimi götürülüb. Əməliyyat axtarış tədbirləri Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acarabaş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.